Herkese salam. MyFood 16 səhifəmə xoş gəlmişsiniz. Bugün sizlərlə tuna salatının reseptini paylaşıram və gördüyünüz kimi 3 ədəd xiyarı belə kubik doğrayırıq. Ardından 1 ədəd qırmızı soğanı ürəyiniz necə istər elə də doğraya bilərsiniz. Seçim sizindir. 3 ədəd soyutma yumurtanı belə kubik doğrayırıq. Və 1 ədəd kahı. Kahının yarısı da olar, hamısı da olar. O sizin zövqünüzdən asılıdır. Mən amma yarısını əlavə etdim. Daha sonra belə lobgəni əlavə edirəm. Lobgə də 200 qram olsa bəsdir. Duzunu vurdum, yaxşıca qarışdırdım. Və ən əsas bunu dada gətirən ton balıq. Nəysə, ton balığı da belə qəşəng açırıq konservləşdirilmiş. Onu da qarışdırdıqdan sonra isə mayonez əlavə edirik. Və gördüyünüz kimi çox asan, çox tez bir zamanda hazırlanan bir salatdır. Dadına doymaq olmur, çox dadlıdır, tutumludur. Yəni mən çox bəyəndim, ona görə də sizlərlə də bölüşürəm. İnşallah ki siz də bəyənərsiniz. Sağ olun.